Axşam saat 8-dən sonra dərs oxumaq qadağan edildi. Rəsmilər bildirib ki, dərslərin saat axşam 8-ə qədər başa çatması şagird və tələbələrin ailələri ilə daha çox vaxt keçirməsinə, həmçinin daha balanslı və sağlam həyat tərzi sürmələrinə şərait yaradacaq. Bu qərar Vyetnamın ən böyük şəhəri olan Ho Chi Minhdə qəbul edilib. Gecələr qaranlıqda soyuducunun qapısını açıb orada nəsə axtarmaq həvəsi vərdişdir, yoxsa xəstəlik? Yemək vərdişi pozuntusu və ya gecə yemək sindromu kimi xəstəliklərin simptomu ola bilər bu vərdişiniz. Bundan əlavə piylənmə, diabet və bir sıra psixi problemlərin yaranma riskini də artıra bilər. Üstəlik yuxudan, soyuducudan yemək götürmək üçün durursunuzsa, bu artıq çox ciddi problemdir. Terminatorun maye robotu tipdə istifadə ediləcək. Bunu Cənubi Koreya alimləri edəcək. Bu yeni nəsil robot formasını dəyişə, dar boşluqlardan keçə, hətta ayrı-ayrı hissələrə bölünüb sonradan öz-özünə yenidən birləşə də bilir. Maye robot bədən səthi boyunca sərbəst hərəkət edir və əlçatmaz sahələrə, o cümlədən çox dar boşluqlara daxil ola bilir. Robot dərmanların lazımi orqana çatdırılmasında istifadə ediləcək. Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqladığı hesabata görə 14 ştatda 16 məlumat bürosundan toplanan məlumatlara əsasən Amerikada hər 34 uşaqdan biri autistdir. Donuzun qaraciyəri insana başqa cür yeridiləcək. Amerika Birləşmiş Ştatları tədqiqatçıları tezliklə yeni redaktə edilmiş donuz qaraciyərinin qəfil qaraciyər çatışmazlığından əziyyət çəkən insanların qanlarını müvəqqəti olaraq süzərək müalicə edib edə bilməyəcəyini yoxlayacaqlar. Tədqiqatda isə reanimasiya şöbələrində yatan qaraciyər transplantasiya üçün uyğun olmayan 20-yə qədər xəstə daxil ediləcək. Sağlam xülasə. Qismət.